Böyüyünə bağlı bank hesabınıza sərəncam gəlibsə, bunun üçün banka getməyə və ya bankın bu ödənişi icra etməsini gözləməyə ehtiyac yoxdur. Bir bank biznes tətbiqini istifadə edənlər bu növ sərəncamları özləri rahatlıqla ödəyə bilirlər. Bunun üçün bir bank biznes tətbiqinə daxil olub ana ekranda yuxarıda yer alan sərəncamlar bölməsini açmaq lazımdır. Əgər bank hesabınıza Dövlət Vergi Xidməti tərəfindən göndərilən hər hansı sərəncam varsa, burada mütləq öz əksini tapacaq. Bu bölmədə sərəncamlar alınmalı və dondurulmalı olaraq iki yerə bölünür. Ödəmək üçün isə müvafiq sərəncamı seçib məbləğlə tanış olaraq aşağıdan pulun silinəcəyi bank hesabını təyin edib davam et düyməsini sıxmaq lazımdır. Növbəti ekranda ödəniş yaradıldı bildirişi çıxır və həmin ödəniş tapşırığı imzalanmalı olan sənədlər bölməsinə göndərilir. Bu bölmədən sənədi seçib imzala düyməsini sıxmaqla asan imzaya göndərilən PIN 2-ni daxil etmək kifayət edir ki, sərəncam ödənişi icra edilsin. Bu qədər sadə. Əlavə olaraq, əgər hesabınızda bir yox, bir neçə sərəncam varsa, hər birini seçib eyni anda ödəmək kimi bir imkan da var. Və əgər hesabınızda sərəncamları ödəyəcək tam məbləğ yoxdursa, sərəncamları qismən də ödəmək olur. Qeyd edeyim ki, bu imkan bir bank biznes istifadəçiləri üçün aktivdir. Əgər bir bank biznesiniz yoxdursa, Kapital Bankda vöyünüzə bağlı bank hesabı yaradaraq bir bank biznesin bütün imkanlarından rahatlıqla istifadə edə bilərsiniz. Bəs siz bir bank biznes istifadə edirsinizmi? Rəy bölməsində fikirlərinizi bölüşün. Daha çox texnoloji həllərdən xəbər tutmaq üçün isə bizim kanala abunə olmaq yaddan çıxmasın.